Dinləmək insanın ən mühüm olan bacaracaqlarından biri hesab olunur. Yəni dinləmək qabiliyyəti insana bəxş olunan ən böyük nemətlərdən biridir. Və bizim sahib olduğumuz bilgilərin çox miqdarı və çox hissəsi bizim dinləməyimizlə ələ gətirdiyimiz və qavradığımız bilgilər və məlumatlar. Düzdür, birinci yerdə insanın görməyi dayanır. Amma insanın dinləməsi görməkdən sonra ən çox insana məlumat ötürən duyğu üzvü hesab olunur. Və bu doğrudan da böyük bir nemətdir bizə əta olunur. Və hər bir nemətdən doğru və düzgün istifadə olunması gərəkdiyi kimi, insan dinləmə qabiliyyətinin olması və bizə verilən bu dinləmə nemətindən doğru və düzgün istifadə etməyi bacarması onun həyatının yaxşıya doğru getməsində çox mühüm təsiri olan məsələlərdəndir. Və dinləmənin ən mühüm şərtlərindən biri də insanın qarşı tərəflə empatiya qura bilməsidir. Yəni insanın özünü qarşı tərəfin yerinə qoya bilməsidir. Və bizim münasibətlərimizdə hər zaman çox böyük yanlışa yol verdiyimiz mərhələlərdən biri də budur ki, insanlar çox az hallarda özlərini qarşı tərəfin yerinə qoya bilirlər. Və qarşı tərəfin halını müşayiət edərək onun nə demək istədiyini anlamağa çalışırlar. Biz adətən dinləyən zaman ya qarşı tərəfin sözü bitər-bitməz ona cavab verməyə çalışırıq və bu əsnada da yalnız zehnimiz, fikrimiz get-gəl eləyir, cümlələr hazırlayırıq. Məsələn, qarşı tərəf danışır. Mən də o danışa-danışa öz zehnimdə cümlələr hazırlayıram ki, ona cavab verməliyəm sözü qurtaran kimi. Daha çox müzakirələrdə, mübahisələrdə bu şeylər olur. Bu doğru olan bir dinləmə tərzi deyil. Aktiv dinləmə o zaman hasil olur, o zaman yaranır, o zaman mövcud olur ki, insan heç bir qərəz olmadan, heç bir mühakimə olmadan, heç bir ön yarğı olmadan qarşı tərəfin dediklərini dinləməyə çalışa və səy göstərər.